Xalq Cəbhəsi hakimiyyətə gələn dövrdə mən kinostudiyada rəhbərlik edirdim. Bir ermənini tutub ora gətirmişdilər. Erməni 50-55 yaşlarında bir kişi idi. Çox qəribədir ki, o adam Bakının kanalizasiya sistemi üzrə məşğul mühəndis imiş. Təmiz bizim dildə danışırdı. Ona biraz münasibət göstərdim. Mənə dedi ki, sənə bir şey deyim. O mənə bildirdi ki, Bakının kanalizasiya sistemində bizim ermənilərdən ibarət böyük qrupumuz çalışır. Bizə dəstək verən rus işçiləri də var. Bakının kanalizasiya sistemini elə günə qoymuşuq ki, inşallah 30-40 ildən sonra görəcəksiniz ki, Bakı öz-özünə çöktü. Bu fikirləri redaktor ASA açıqlamasında xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Bakıda yağıntılı havadan sonra yaranan acınacaqlı vəziyyətdən danışarkən qeyd edib. Onun sözlərinə görə bu söhbət olanda hələ tikililəri yox idi. Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır. Bakıda əlavə tikinti aparmaq olmaz. Tikilən evlər xalqın, şəhərin faciəsidir. Bakıda təmizlik işləri aparılmalıdır. Qubinki Azərbaycanın ən gözəl istirahət zonası olmalıdır. Cəmaət nəfəs almalıdır. Vicdansızlar evlər tikib şəhəri biskünə qoyurlar. Niyə bunlara icazə verilir? İllərdir televiziyada yalvarırlar ki, filan yerdə ev var, alın. Millət hansı pulla ev alacaq? Buna görə şəhərimizə yaraşmayan tikintilər dayandırılmalıdır. Ev tikilirsə, zəhmət çəkib kanalizasiya sistemi yaratsınlar. Pis vəziyyətdə olan kommunikasiya kanalizasiya sistemlərini yükləyirlər. Nəticədə bir gün Bakı çökəcək, hamımız daş qəsi altında qalacağıq. Bakının müdafiə komitəsini yaradan zaman üstümə 1000 yerdən töküldülər. Bakıda tikinti aparmaq lazım deyil. Əksinə, çoxunu sökmək lazımdır. Bakıda olan milyonlarla boş ev əhaliyə paylanmalıdır. Xalq artistinin sözlərinə görə tikintilərin hamısı xalqdan oğurlanan pullarla tikilib. Yeraltı strukturlar yenidən qurulmalıdır. Ölkə rəhbərliyinə, Bakının sahiblərinə, ziyalılara, elm, sənət, mədəniyyət xadimlərimizə müraciət edirəm. Bakı təhlükə altındadır. Bina tikilləri ancaq altında qaraj yox, cəmaət küçədə qalır. O vaxt Ulu Öndər demişdi ki, ilk olaraq binaların altında qarajlar olmalıdır. 0-3-4 nəfər tikinti işləri aparır. Zövqlü, səviyyəli adamlara imkan vermirlər. Bunların arxasında böyük maraqlar var. Maraqlar ifşa edilib dayandırılmalıdır, deyə müsahibimiz bildirdi.